Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Riya ibadətin gizli düşmənidir. O insanı Allah üçün deyil, başqaları üçün yaşamağa sövq edir. Niyyət bulandıqda əməl də dəyərini itirir. Allah isə yalnız səmimi qəlbləri qəbul edir. Çünki Allah qatında əsl dəyər görünəndə deyil, gizlənəndədir. Bugünkü verilişimizdə riya mövzusunu qonağımız xanım Fatimə Zəhra məscidinin imam müavini, ilahiyyatçı Fərid Qasımzadə ilə birgə müzakirə edəcəyik. Fərid müəllim, xoş gəlmisiniz. Necəsiz? Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adı ilə. Çox təşəkkür edirəm. Yaxşıyam. Siz də yaxşı olasınız inşallah. Biz təşəkkür edirik. Qurani Kərimdə buyurulur: Ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Fərid müəllim, riya anlayışı İslam terminologiyasında nəyi ifadə edir və bu hal hansı dərəcədə ciddi mənəvi xəstəlik sayılır? İslam dininə diqqət etsək, Allah Müteal hər bir edilən əməli bizdən onun razılığı üçün etməyimizi istəyir. Riya o deməkdir ki, insan hər hansı bir əməli edir, amma bunu göstəriş xatirinə edir. Yəni insanlar üçün edir. Dini baxımdan terminoloji olaraq riya o deməkdir ki, insan hər hansı bir dini baxımdan bir əməli etdikdə onun məqsədi Allah olmur. Məqsədi bu əməli nümayiş etdirmək olur. Yəni insanların diqqətini özünə cəlb etdirmək, insanların alqışını qazanmaq, insanların tərifini eşitmək, özünü insanlara göstərmək üçün əməl etməyə riya deyilər. Və burada biz bilməliyik ki, Quran-ı Kərim sizin qeyd etdiyiniz Bəqərə surəsində ayənin əvvəlidir ki, Ya əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, sədəqələrinizi minnət qoymaqla və riyakarlıq etməklə puç etməyin. Burada mövzu budur ki, ifadənin əvvəli iman gətirənlərə aiddir. Məsələ çox ciddi bir mövzu olduğu üçün iman gətirənlərə vurğu edilir ki, birdən iman gətirmişsiniz deyə rahat olarsınız əməllərinizdən, yəni belə deyil. Başqa bir ayədə Quran-ı Kərim deyir ki, Bismillahirrahmanirrahim, Quran deyir ki, Fəvaylul lil musallin, vay olsun o namaz qılanların halına ki, Əllezînehum an salatihim sahun, onlar namazlarında səhlənkardırlar. Necə səhlənkardırlar? Əllezînehum yuraun, onlar namazlarında riyakarlıq edərlər. Riyaya yol verərlər. Yəni burada riyakarlıqdan məqsəd budur ki, bu əməl edərlər, amma Allahın razılığı üçün etməzlər. Namazı belə Allah üçün qılmazlar. Namazı belə, ən vacib hissədir də, namazı belə Allah üçün etməzlər. Səhlənkarlıq deyəndə biz bəzən elə bilirik ki, səhlənkarlığın içində bəli, çox şaxəlidir, ola bilər vaxtında namazını qılmır. Amma burada Quran deyir ki, ən böyük səhlənkarlıq budur ki, yəni riya üçün namaz qılırlar, riyakarlıqla namaz qılırlar. Özlərini başqalarına göstərmək üçün namaz qılırlar. Ona görə bizim dinimizdə böyük və kiçik şirk anlayışı ki var, gizli şirkdir riyakarlıq. Şirki xəfi deyərlər buna. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyururdu ki, hər növ riyakarlıq şirkdir. Ardıca davam edirdi ki, Həzrət Peyğəmbər salavatullah, kim bir əməli əgər insanların razılığı üçün etsə, onun mükafatı da insanların öhdəsində olar. Yəni bir əməli mən Allah üçün yox, insanların razılığı üçün, özümü insanlara yaxşı göstərmək üçün edirəmsə, bunun mükafatını da Allahdan gözləyə bilmərəm. Kim əgər bir əməli Allahın razılığı üçün etmiş olsa, onun mükafatı isə Allahın öhdəsində olmuş olacaq. Yəni amma burada bizim əlimizdə bir ölçü olmadığı üçün biz deyə bilmərik kim riyakarlıq edir, kim etmir. Bu insanla Allahın arasında olan məsələdir. Yəni mənim əməlimdə nə dərəcədə ixlaslı olduğumu siz bilə bilməzsiniz, mən biləcəm. Ona görə bu riya məsələsi həm də ona görə təhlükəlidir ki, bir çox hallarda bu qıraqdan təsbit oluna bilinmir. İnsan çox uzun illər ərzində namaz qıla bilər, digər əməlləri edə bilər, amma axırda aydın ola bilər ki, qiyamətin günü bu qədər əməlləri
Heçmiş. Niyə heçmiş? Çünki Allahın razılığı üçün etməyib. Dini baxımdan da Allahla münasibətdə Allah bizdən səmimiyyət istəyir və Allah qarşısında səmimi olmaq lazımdır. Ona görə riyakarlıq mane olur ki, biz səmimi ola bilmirik. Allahın Peyğəmbəri sallallahu buyurur: Qiyamət günü riyakara nida gələr. Ey pis əməl sahibi, ey yalancı, ey riyakar, əməlin bərbad oldu, savabın aradan getdi. Get, öz savabını, əməllərini kimdən ötürü etmişdinsə, ondan al. Fərid müəllim, riyakarlıq cəmiyyətə hansı mənəvi zərbələri vurur və insanları bu davranışa sövq edən əsas səbəblər nələrdir? Əlbəttə, hər bir davranışın bir səbəbi var. Riyakarlıq edən insan əvvəlcə buna görə riyakarlıq edir ki, o diqqət tələb olur. Diqqət istəyir. İstir ki, onu tərifləsinlər. İstir ki, onun barəsində çox həmişə xoş sözlər desinlər. Əslində, bu insanın təbiətində bir mənada sevilmək istəyindən də irəli gəlir. Sadəcə burada problem budur ki, axı Allahla olan münasibətdə biz bilirik ki, bizi Allahdan başqa kim sevə bilər ki, həqiqi mənada? Bizi həmişə sevən Allahdır və bizi yaradan da Allahdır. Evet. Amma riyakarlıqda məsələ budur ki, riyakarlığın bir mənada səbəbi budur ki, insan istəyir ki, o hər bir zaman təriflənsin. Həzrət Əli əleyhissalam bir hədisində buyururdu ki, "Thalasu alamatin lil murai." Riyakarın 3 əlaməti olar. Yəni bu 3 əlamətlə tanınmış olar. Yanşatu izə ra'an-nas. İnsanları görəndə o şövqlənər, həvəslənər. Bir əməli görəndə görür ki, insanlar ona baxırlar, həvəslənər. Daha yaxşı əməl etməyə çalışar. Ardıca buyurur ki, ikinci xüsusiyyəti budur ki, "Və yaksəlu izə kana vahdə." Amma tək olan zaman həvəsdən düşər, süstləşər. Görər ki, ona baxan kimsə yoxdur, halbuki ona hər bir şeyi yaradan qüdrət sahibi Allah baxır, bunun fərqində olmaz. Artıq insanlar ona baxmadığı üçün şövqlənmiş olmaz, deyər, mən təkəm də onsuz, daha bu əməli yaxşı etsəm də kimsə məni təbrikləməyəcək. Üçüncü xüsusiyyət budur ki, və yuhibbu an yuhmədə fi cəmi umuri. Bütün işlərində təriflənməyi sevər. Tərif sevdası səbəb olar ki, o istəyər ki, hər zaman tərifləsinlər, əməllərini də göstərişli etmiş olacaq. Riyakarlıq cəmiyyətdə nələrə səbəb olur? Riyakarlıq insanın ixlasının aradan getməsi deməkdir. Çünki riyanın əks qütbündə duran ixlasdır. İxlas aradan getdiyi zaman riya onun yerini tutmuş olacaq. Və riyakarlıq səbəb olur ki, insan səmimi ola bilmir. Əgər insan Allaha qarşı səmimi deyilsə, o cəmiyyətdə digər insanlara qarşı ümumiyyətlə səmimi ola bilməz. Onun hər bir halını müşahidə edən, Allaha qarşı səmimi ola bilməyən insandan siz insanlara qarşı necə səmimiyyət gözləyə bilərsiniz? Digər məsələ budur ki, riyakarlıq səbəb olur ki, insan saxtalaşır. Bir olmaq var, bir görünmək var. Olmaqla görünməyin arasında fərq budur ki, Allah istəyir ki, insan dindar olsun, insan savadlı olsun. Yəni, insan həqiqətən olsun. Amma riyakarlıq səbəb olur ki, dindar yox, dindar kimi görünmək baş verir. Savadlı yox, savadlı kimi görünmək halı baş verir. Görüntü. Artıq bu görünmək həqiqiliyi üstəliyir və saxtakarlıq meydana çıxır. Saxtakarlıq meydana çıxan zaman artıq insanın həyatının keyfiyyəti də mənəvi baxımından aşağı düşmüş olur. Və riyakarlıq əlbəttə insanın zəhmətinin hədərə getməsinə səbəb olur. İnsan nə qədər əməl edir, çox namaz qılır, çox əməllər edir, müstəhəbbi, vacib əməllər, səndə məlum olur ki, o riyakarlıq edilmiş. İndi bunu da biz təsbit edə bilmirik, insan özü bilir bunu. Deyirlər ki, hətta bir nəfər özü-özündə bu xüsusiyyəti ayırd edir ki, düşünür, görür ki, bir adam çox əməlini səndə mən riya üçün edib. Özü-özündə bunu təsbit edir. Qərar alır ki, geçsin bir heç kimin görmədiyi yerdə namaz qılsın, riyakarlıqdan uzaqlaşmış olsun, bir özü olsun, bir Allah'a. Orada daha riya edə bilməz. Gedir bir yerdə, gecənin bir vaxtı girir bir məscidə, başlayır namaz qılmağa, yağış da yağır çöldə. Birdən qapı səsi gəlir, elə düşünür ki,
Yəqin kimsə məscidə gəldi, başlayır öz ibadətini daha da yaxşı şəkildə etməyə ki, bu həmin kim ki gəlib, bu qoy görsün mən necə ibadət eləyirəm. Sabah da gedib kənddə deyər ki, bəs filan kəsi mən gördüm, o qədər namaz qılırdı. Yağışlı havada məsciddən çıxmır. Neçə saatdır ibadət edir. Bir də görür ki, indi daha özü də yorulur. Bir də səhər olur. Çevirir başını ikindi baxsın bu gələn adam kimidir. Görürsən demək adam da deyilmiş, bir pişiymiş. Yağış yağdığı üçün indi sığınıb məscidə. Özü orada başa düşür ki, deyir, mən riyakarlıqla qaçmaq istədim. Sən demə, mən neçə saatdır bu qədər ibadəti pişik üçün edirəm. Allah üçün etmirəm. Ona görə, amma hər insan bunu özündə təsbit eləyə bilmir. Özünün riya etdiyini bir çox insan özü üçün təsbit eləyə bilmir. Yəni cəmiyyətdə və ən əsaslı insanın özünə riyakarlığın ən böyük zərərlərindən biri budur ki, insan artıq əməli Allahın razılığı üçün etmir. Amma Quran-ı Kərimə baxın. Quran-ı Kərimdə İnsan surəsində bu ayənin nüzul səbəbi ki, Həzrət Əli əleyhissalam və xanım Zəhra salamullah əleyha ki, nəzir etmişdilər ki, İmam Həsən və İmam Hüseyn əleyhissalam xəstələnmişdilər. Sağalacağı təqdirdə 3 gün ard-arda oruç tutacaqlar. İndi bu ayənin nüzul səbəbi bu hadisə ilə bağlıdır. Onlar birinci gün miskin, ikinci gün yetim, üçüncü gündə əsirə öz iftarlarını verirlər. Burada onlar, amma bu iftarı onları verdikdən sonra, baxın nə gözəl deyirlər. Buyurur ki, İnnəmə nut'imukum livaçhillah, la nuridu minkum cəzəəv və la şükura. Deyirlər ki, biz sizə bu yeməkdə ki, vermişik, bu təamı sizə verdik, məqsədimiz yalnız Allahın razılığıdır. Bunun əvəzində sizdən heç bir təşəkkür, heç bir mükafat, yəni əvəz gözləmirik. Amma riyakar adam əvəzini insanlardan gözləyir. Allahdan yox, insanı yaratdı. Amma Əhl-i Beyt əleyhissalamın bizə nümunəsi budur ki, biz Allahın razılığı üçün hər bir şeyi Allahdan gözləmək lazımdır. Fərid müəllim, bayaq çəkdiyiniz misala belə bir hədis yadıma düşdü. Peyğəmbər sallallahu bir gün bir nəfər yaxınlaşır, deyir bir insan yaxşılıq edir. Amma bu yaxşılığını gizlədir. Riyadan uzaq olmaq üçün yaxşılığını gizlədir. Hansısa bir yolla necəsə bu işin üstü açılır, insanlar arasında bu məsələ yayılır və bu insanı tərif edirlər. Və tərif olunduğu zaman isə insan özü ilə fəxr etməyə başlayır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm cavabında deyir ki, o insan üçün 2 savab var. Onda biz bunu necə başa düşək? Tamaşaçılarımıza bunu necə izah edə bilərsiniz? Sizin qeyd etmiş olduğunuz bu hədis Kafi əsərindəndir. Orada qeyd olunur ki, Həzrət Peyğəmbər sallallahu sizin qeyd etdiyiniz sual verilir. Həzrət Peyğəmbər də bildirir ki, bu riya deyil. Riya odur ki, mən özüm elə əməlimdə məqsədim bu olur ki, bunu insanlar bilsinlər. Bir də var, siz mənə bir yaxşılıq etmişsiniz. Sizin niyyətiniz olmayıb ki, sizin mənə yaxşılıq etməyinizi insanlar bilsinlər. Sadəcə bu etmiş olduğunuz yaxşılıq sizdən asılı olmayan səbəblərdən meydana çıxmış olub. Evet. Belə olan halda 2 savab var. Ona görə ki, bir sizin etdiyiniz yaxşılığa görə, ikincisi də siz riyadan uzaqsınız və sizin etdiyiniz bu yaxşılıq həm daxı təşviqdir. Digər insanları yaxşılıq etməyə təşviq etmişsiniz. Biz də bilirik ki, kim yaxşı bir yol qoysa, o yolun ardınca gedənlərin savabından da ona çatır və yaxud pis bir yol qoysa. İndi ona görə burada incə bir məsələdir. Budur ki, amma burada da siz bilirsiniz ki, sizin məqsədiniz nə olub? Məqsədiniz insanların bunu bilməsi olub, yoxsa necə? Və bəzən ən böyük təəssüfləndirici məqamlardan da biri bu olur ki, kimsə kiməsə yaxşılıq edir. İndi hər bir şey əlbəttə Allah bilir. Amma bu yaxşılığı elə istəyir bütün belə çəkilişli olsun, hər bir şeyli olsun, bütün dünya bilsin ki, mən yaxşılıq elədim. Bir çox hallarda günümüzün reallığıdır. Bu günümüzün bəli, məyus edici bir reallığıdır ki, bir çox hallarda bu yaxşılıqda məqsəd Allah olmur. Qur'an-ı Kərim deyir ki, sədəqələrinizi gizlətməyiniz, onları gizlin halda verməyiniz daha yaxşıdır, daha üstündür. Ona görə İmam Sadiq əleyhissalam buyururdu ki, müminin niyyəti onun əməlindən üstündür. İmama sual verirlər ki, necə ola bilir ki, niyyət əməldən üstün olur? İmam buyurur ki, çünki niyyətə riya daxil ola bilmir.
Amma əməldə riya ola bilər. Niyyət elə bir şeydir ki, hələ baş verməyib axı. Baş vermədiyi üçün onu insanlara nümayiş elətdirə də bilmirsən. Amma əməl elədir ki, o əməldə riyakarlığa yol verilə bilinir. Bu baxımdan da sizin də qeyd etdiyiniz kimi mömin öz xeyir əməlinə sevinməlidir. Sevinməlidir ki, mən yaxşı iş görə bilmişəm. Amma bu xeyirdə sevinmək ona görə olmalı deyil ki, insanlar məni tərif etsinlər. Ona görə sevinməlidir ki, mən Allahın razılığı üçün iş görə bildim. Məni tərif edən Allahdır. Bəli, ona görə də yox ki, məni filan kəs tərif edəcək. Buna görə ki, mənə Allah icazə verdi ki, mən yaxşı iş görə bildim. Sahabələr, ey Allahın Rəsulu, kiçik şirk nədir deyə soruşduqda Allahın Rəsulu salavatullah riyadır deyə cavab verir. Fərid müəllim, kiçik şirk sayılan riya xəstəliyindən qorunmaq üçün nələrə diqqət edilməlidir? Sizin qeyd etdiyiniz bu hədisi başlanğıcda da mən qeyd etdim. Həzrət Peyğəmbər salavatullah buyururdu ki, hər növ riyakarlıq ki, şirkdir və belə şirki xəfi, kiçik şirk olaraq adlandırırdı. Həzrət Peyğəmbər salavatullah buyurur ki, elə bir zaman gələcək ki, sizin dininizin böyük bir hissəsi, ibadətinizin böyük bir hissəsi riyakarlıqdan ibarət olur. Yəni, insanların bir çoxu ibadət edərlər, amma riyakar halda ibadət edərlər. Peyğəmbər salavatullah bu məsələnin nə qədər təhlükəli olduğunu bizə bildirir. Biz riyadan özümüzü necə qoruya bilərik? Həyatımız bundan ibarətdir ki, bir şey varsa bir şey olmur. Burada əgər biz riyakarlığı özümüzdən uzaq etmək istəyiriksə, gərək biz ixlaslı olaq. İxlaslı olduğumuz halda riyakarlıq xəstəliyindən uzaq qala bilərik. Çünki Qur'an-ı Kərimdə iblis deyir ki, Allaha, mən sənin bəndələrini yoldan çıxararam. Təkcə müxlislərdən başqa, ixlaslı olanlardan başqa, illə ibadəkə minhumul muxləsin. Müxlis olanlardan başqa, müxlis olanlara bir şey eləyə bilmərəm. Çünki onlar ixlaslıdırlar. Biz o halda riyakarlıqdan qorunma bilərik ki, biz ixlaslı olaq. İxlaslı olduğu zaman insan həqiqiləşir. Riyakarlıq odur ki, sən saxta bir kimliyə sahibsən, əməllərin saxtadır. Amma ixlaslı olmaq budur ki, sən həqiqisən, xalissən və əməllərin də xalisdir. Xalisdir bu mənada ki, hər şey göründüyü kimidir. Necə görünürsə belədir. Riyakarlıq budur ki, heç bir şey göründüyü kimi deyil. Bunun bir pərdənin arxasında hər şey fərqlidir. Buna görə bizim riyakarlıqdan uzaq qala bilməyimiz üçün, mənəvi immunitetimiz üçün vacibdir ki, biz gərək ixlaslı olaq. İxlaslı olduqdan sonra da bütün tərifləri Allahdan gözləyək. Əhl-i Beyt əleyhissalamın bizə nümunə göstərdiyi kimi, Peyğəmbər sallavatullahın da bildirdiyi kimi, hər bir əməldə niyyətimiz Allahın razılığı olsun. Allahın razılığı olduğu zaman və buna da etiqadımız olsun ki, ən yaxşı mükafatlandıran Allahdır. İnsanlar bir insanı necə mükafatlandıra bilərlər? Maksimum ona maddi mənada bir mükafat verirlər. Amma axı Allah ən yaxşı mükafatlandırandır. Allahın mükafatı ilə müqayisə oluna bilən bir mükafat yoxdur. Bütün mükafatı da, əvəzi də Allahdan gözləyə bilsək, bu zaman heç riyakar olmağa da cəhd etmərik. Düşünərək ki, niyə riyakar oluram ki? İnsanlar məni tərifləsin deyə, insanların xoşuna gəlim deyə, yanlış da olsa insanların razılığı üçün hərəkət etmək. Allah da buyurur ki, insanlara kömək edin, insanlara amma kömək edin, o şeylərdə kömək edin ki, o şeylərdə kömək etmək olar. Bir şeydə ki, Allahın razılığı yoxdur, o halda necə kömək edə bilərsiniz? Allahın razılığına qarşı olan şeylərdə kömək etmək olmaz ki. Allaha əgər biz həqiqi bəndə ola bilsək, riyakarlıqdan da uzaq olmuş olaraq. Fərid müəllim, Allaha həqqi bəndə olmaq arzusuyla sizə verilişimizə gəldiyiniz üçün, suallara ətraflı cavab verdiyiniz üçün İslam Deyir Ki kollektiv adından özlərinin təşəkkürümüzü bildiririk. Mən də sizə təşəkkürümü bildirirəm və Allahdan istəyirəm ki, bizim bir xüsusiyyətimiz ki var, bu mənfi mənada zaman-zaman özünü göstərir riyakarlıq. Bu riyakarlıqdan uzaq qala bilməyimiz üçün Allahdan dua edək ki, Allah bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucaltmasın. Əgər Allah bizi öz gözümüzdə kiçiltsə, bu İmam əleyhissalamın duasıdır ki, o zaman biz
hər bir şeyi anlamış olarıq. Ondan sonra da Allahın razılığına yönəlmiş olarıq. Çox sağ olun. Təşəkkür ederim. İnsan qəlbində nə daşıyırsa, həyatında da onu yaşatmalıdır. Çünki səmimiyyət olmayan yerdə söz boş, əməl kölgə kimidir. Qurtuluş isə görünənlə həqiqətin üst-üstə düşdüyü yerdən başlayır. Cəlaləddin Ruminin də dediyi kimi, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Allaha əmanət olun.